maaş alırsan, hər dəfə o aylıq maaşı kartdan çıxardanda, yəni nəqd alanda, Allah çox şükür sənə, indi sən getirdin bunu. Maaşdır deyə arxalanma ki, o var da yox. Onu hər dəfə təzə yetirir sənə. Özü yetirir sənə. Hər dəfə təzə ruzudur o. Hər dəfə təzə qərar verib onu sənə yetirməyə. Sən elə bilmirsən ki, o elə yazılıb da, o da heç, onu işdən verirlər, Allah görəyinə verir. Elə deyil. Heç kəs heç nə vermir insana. Heç kəs heç nə vermir. Belə olsan çox qüdrətli olacaqsan, güclü olacaqsan. Təvəkkülün mənası bilirsiniz nədir? Allah sonsuz qüdrətini deyib bəndən verdim sənə, sənin ixtiyarındadır. Mənim qüdrətimdən istifadə elə necə istəyirsən. Görün nə böyük bir gücdür bu. Adam çox qüdrətli olur. Bu sözü mən deyəcəm, deməmişəm, deyim. Bəzi insanlar var o qədər qüdrətlidirlər ki, gərək diqqət eləsinlər ki, qüdrətlərindən kiməsə zərər dəyməsin. Hey, bunun özlərini, qüdrətlərini cilovlamaqla məşğuldurlar.